Sabahınız xeyir qızlar. İndi durmuşam, gözümün başımın şişdiyindən ümid edirəm ki, belli olur. Kameranı açdım, dedim bugün nə olursa olsun video çəkəcəm. Durdum, gördüm ki, Səbuha Adelə süt verib. İndi sizə Adelə göstərəcəm. Gedim amma əl üzümü yuyum. Xanım süt içərkən. Yastıq kılıflarıma baxın. Merry Christmas. Uzun saç problemlərindən biri saçımın tökülməyidir. Düzdür, çirmişəm. Saçım yəni bu formadadır. Daramamışam da, sadəcə qurutmuşam. Bugün beraber sevməyəcəyik, amma bir dənə üzümü yuyum və özümə gəlim. Sonra başlayacağıq. Koydum sevinçlerimi önüme. Gece yine canım canım uçuyor herkese canım. Normalde səhər oyananda bir şey koşurum burada. Əslində biraz ayılandan sonra xoşlayıram ki, baxımlarımı eləyim. Ama elə hazır gəlmişkən baxımlarımı da eləyim. Təzə bir tonika başlamışam. L'Oreal'ın bu toniki. Pis değil ama gidip tekrar bir de alaram mı? Bence almaram. Çünkü mənim öyrəşdiyim bir iki baxım şeyler var ki, mən onlardan vazgeçə bilmirəm. Yaxşıca silirəm tonikdən. Qurusun. Göz kremi Jikot istifadə edirəm. Geçen dəfə Rossmann'da gördüm, 10 manata düşüb indirimdən. Kremko. Çok güzel su bazlı nemlendiricidir. İstiyorum. Bitti. Səhər baxımım. Biz bu güz günü batıp da buraları biraz. Biz bu güz günü bu divardan çıxartmışıq, bura qoymuşuq. Çünkü bu güzgü gedəcək yataq otağına. Sonra da bəlkə də ikinci əl olaraq satacağıq. Əslində belə gedir. Çoraplarım şekil önümden çekil. Ben çorap kadınıyım. Sen seversin, sevmezsin. Bu güzgünün ikinci el satacağıq. Aslında güzel güzgüdür. Onu demek çalışıyordum. Sadece arkasındaki bu ağ biraz körlüyor. Bu da Adiş'in el izlərinin ləkəsidir. Və isə buydurub çayda koyub. Normalde onları da mən eləyirəm. Boş. Bomboş laflar. Hiçbir işe yaramayan cümleler silsilesi. Güzgüdür. Tık tık elə güzgüyə. Tık tık. Aç ağzını. Eyle. O kadar. Cezve belə şokdadır. İçində çünki yumurta qaynayır. Bu yatağı yığışdırmalıyam, prosinalar keçirəcəm, çıxartmışam. Burada isə yorğanı dəyişməyi heç sevmirəm. Bayağı bir güc sərf edir, ona görə bunu Səbuya verəcəm, amma yastıqla yeri üstü mən eləyə bilərəm. Bizden bir cacık olmaz. Biz benciliz. Bak akrep sokar, yılan ısırır, biz adam kazıklarız. Ay Səbuş, bir dənə bu yorğanın üzərini keçir də. Neyinirsən? Ala, gel yorğanı yatağı orada çevir. Yəni ki, gördüm həmişə ki, bir kocalarımıza o radiatorun pərdən qaldıranda evi ısıtmadığını anlatsın. Şu an oyum. Bu yastığın üzərini keçirdim. Səbuş, inşallah YouTube mənə telif verməz o mahnılardan. Bir əllə video çəkmək çox çətindir. Şu an burada mən canımla əlləşirəm. Hətta bunu hızlandırmışam. Bunu görsəniz mən bir dənə yumurtanı neçə saata böldüm. Yəni acınacaqlı halimi gülüyorum şu an. Neysə. Yumurtanı belə yeməyi daha çox sevirəm son vaxtda. Bacı vaxtda belə soyutma heç sevmirdim. Amma böyüdükcə nədənsə soyutma, üstü pul biber, düzdür. Bəh. Çox qəşəngdir. Kofemi də hazırladım. Biraz soyuq. Kofeni onsuz mən ilıq sevirəm. Diğer bunlar dəlidir. Yangın var diye bağıracağım vallahi. Allah'ım nereden geldim ben buraya ya Rabbi? Beni kim getirdi de ben salak salak okudunuz üflediniz mi ne yaptınız? Bilməm sizdə də elədir yoxsa yox. Səbu ilə bizim ac olma vaxtlarımız heç vaxt üst-üstə düşmür. Məsələn, Səbuyu normalda səhərlər durub yemək yeyərdi. Bu gün yemək yeməyəsi tutdu. Şokoladla çay içəcəm dedi. Sanki mən yeyirəm, ona vermirmişəm kimi də, amma elə deyil qızlar. Sizə nə göstərdim? Səbuyunu bir video ilə sizə izah eləyəcəm. Baxın.
Bir saniye. Gördünüz 1 saniye. O sefer o gülüş 1 saniye. Ne? Zorla bir şey. Ben adam görəm, ben insan görəm, ben yapmayayım. Çok yapıyorum. Başına pavazak geliyor. Deşilerden çeksin. Saç uzanır da. Senin burnuna. Mən də bayaqdan qızlar düşünürəm ki, mənim niyə yuxum gəlir, niyə hər tərəfə başımı qoyanda başımı hara qoysam yatmaq istəyim gəlir deyə düşünürəm. Sonra yadıma düşür ki, Adel axşam 5-ə işləmiş durub. Ondan sonra da zaten yarım yamalaq yatmışıq. Hə, ona görə yuxum gəlir. Bir stəkan çay süzdüm, gəldim oturdum ki, biraz çay içeyim. Səbu da işə getdi. Bu saatlarda saat 1-də mən Adeli yatıram. Səbu da işə gedir. Bayaq yuxum gəlirdi, amma indi yuxum qaçdı. Əslində yuxum gələndə, ümumiyyətlə Adel yatanda yatmağa çalışıram ki, ev işlərini Adel oyaq olanda edirəm və mənə kömək eləmiş olur, həm də vaxt keçmiş olur. 5-ə işləmişdən bəri yata bilməmişik, ona görə yuxum gəlir və indi saat 2-yə işdir. Gün amma bəzi insanlara daha şimdi başlıyor. Ona görə yuxum gəlir. Bir də qızlar, bilirsiniz nə etmək istəyirəm son vaxtlarda? Səhərlər telefon detoks eləmək istəyirəm. Bilməm bunu eşitmisiniz yoxsa yox. Bir neçə gün özümə fikir verdim ki, səhərlər oyanıram. Ümumiyyətlə hamımızın adətdir bu. Oyanan kimi tez əlimizə telefonu alırıq və insanlar hara gedib, nə edir görürük və istər-istəməz moralimiz pozulur. Bu əslində qısqancıq ya da başqa bir şey deyil də. Sadəcə elə bilirik ki, insanlar irəli getdikcə biz geri gedirik, ya yerimizdə oturmuşuq sayırıq, belə bir şey. Mən beləyəm. Mən bax belə şirinəm, safam, təmizəm, tez allananam. Ona görə düşündüm ki, çünki insanlar nəyi göstərmək istəyirlərsə, o anlar var sadəcə Instagramda. Yəni gerçək həyat sadəcə belə güllük gülistanlıq deyil də. Yəni bəzən insan mutsuz oyanır, modu olmur və Instagramı girir görür ki, hər kəs əylənir. Sanki bütün depressiya, bütün çətinliklər, bütün zorluqlar biz insanların başına gəlir, onların başına gəlmir. Amma əslində elə deyil. Elə özümü də deyirəm. Mənə də məsələn çox zəcici deyici şeydir. Məsələn düşünə bilərsiniz ki, sən belə nə gözəl həyat var, amma arxa fonda nələr olur məsələn bilə bilməzsiniz də, düzdür? Eyni şəkildə də mən də fikir verdim ki, bir-iki dəfə oyanan kimi telefonu əlimə almışam və ondan sonra belə yorğun olmuşam, mutsuz hiss eləmişəm. Buna görə qərar vermişəm ki, bəlkə telefon detoks edeyim. Bu da o deməkdir ki, səhər sən oyanandan etibarən 1 saat əlinə telefon almırsan. Düşünürəm ki, bu mənim üçün daha yaxşı olar. Çünki gələrəm, yemək hazırlayaram. Adellə biraz vaxt keçirirəm və 1 saat telefona baxmaram. Sonra zaten Adel yatır. Adel yatandan sonra telefonu götürə bilərəm. Geçən fikirdir məncə. Bunu eləyəcəm. Havalar o qədər soğuk keçir ki, heç sevmirəm də, heç qətiyyən soğuk insan deyiləm. Bu arada qaşlarımdan heç danışmamışıq. Instagramda danışmışıq, elə biləm ki, burada da danışmışıq. Qaşımın son halı bu formadadır. Baxın. Gözünü çayım için soyuyor. Ben bir şeye rahatsız etmeyin. Çay içiyorum bak. Başkasına soruyorum. Baxın. Bu qaşımda solma o qədər yoxdur. Baş hissələrində biraz var. Bu qaşımın isə uç hissələri artıq rəngi solur. Usta ilə danışdım. Dedi ki, ilk dəfə eləyəndə 70% bədəndən atır. Yəni bu kimyasal maddədə bədən onu atır. Yəni 70%-ə qədər solma dedi normaldır. Ayın 25-i isə bugün ayın 16-sıdır. Ayın 25-i isə korreksiyam var. Ora gedəcəm. Yəqin ki, ilə bərabər sizi də götürəcəm özümdən. Və korreksiya edəcəyik. Amma ilk gün çox gözümə qara gəlirdi. Amma get-gedə alışdım. Bilirəm, siz də bəyəndiniz. Çünki çox qəşəng yorumlar alıram. Mənə yazmışlar ki, sizin niyə TikTokunuz yoxdur? Qızlar, mənim TikTokum var. Təzə açmışam. TikTok səhifəmdə, Instagram səhifəmdə aşağıda paylaşacağım. Açıqlama qisminə basanda orada linklərini qoyacağım. Linkə basın, keçid edin və kanalıma takip edin. Hər ikisini, həm Instagramdan,
həm də TikTokdan. Burada isə qızlar, məni takib etməyi unutmayın. Elə izləyicilərim var ki, məni izləyirlər, videolarımı izləyirlər, hər videoma yorum yazırlar, amma İnsanlıqda unuda bilirik, abunə olmaya bilərsiniz. Amma mənim üçün bu motivasiyadır. Mən orada takipçilərin artdığını gördükcə düşünürəm ki, insanlar məni izləmək istəyir. Videolarım onlar üçün maraqlıdır. Mən də daha çox kontent çəkirəm. Ona görə də mütləq mənə abunə olun. Təşəkkür edirəm indidən. Çayımı da bitirdim. Adələ də manna düzəltdim. Üstünə də döşəb tökmüşəm biraz. İndi o gün orta yeməyi yeyəcək. Sonra mən evləri yığışdıracağım. Otur qızım. Otur. Otur. Ayşe, oturmamışı. Güzelim. Ayşe'ni aç. Ay sağ ol. Tamam. Karıştıralım dışarıdan bunu. Dışın olsun. Ay sağ ol. Benim akıllı kızımdı. Benim güzel balamdı. Adel yeməyini yedi, üstündən çayını içdi. Mən biraz film izlədim və gəldim ki, kuxlanı yığışdırım. Son üstünü siləcəm. Ondan sonra isə biraz bir-iki qabım var, onları yuyacağım. Qabların hamısını yığdım maşına. Keçən dəfə endirimdə Fairy'nin bu qab yanını almışdım. Belə kapsulunu daha doğrusu. Amma mən bunu bəyənmədim. Bilməm aranızda istifadə edənlər var, yoxsa yox. 19 manatdan səhv eləmirəmsə 10 manata düşmüşdü endirimdə. İçi isə belədir. Qəşəngin elə bilirəm ki, Pirilinki daha qəşəng idi. Baxın, içi də belədir. Yəni pis də görünmür, amma ki yenə də o dərəcədə də bəyənmədim. Yəni Fairy olsa da Pirilinki bundan daha qəşəng idi. İndi isə aşağıda bu bələn adışdır. İndi isə istəyirəm ki, saçımı düzləşdirim. Sabah bəlkə ola bilsin diş həkimine getdim. Ona görə indidən düzləşdirmək mənə rahatçılıq olur. Həm də saçım töküldüyü üçün bu aralar biraz biberiyaya suyunu buraxdım. Başladı saçım tökülməyə. Ona görə də birinci fənləyəcəm, sonra evləri toz soranlayacağım. Qoşun bunu. Bu mənim en sevdiyim daraqdır. Mən bunu Trendyoldan almışdım. Amma o qədər belə heç yolmadan açır ki, çox hoşuma gəlir. Ona görə də birinci darayıram. Tarafa götürüb saçını darayım. Bu broşkalar iz bırakır diye bu broşkanı daha çok sevirəm fen işlərim olanda. Çünkü boşluq iz bırakır. Ta. Belə. Çok qəşəng oldu məncə. Mən saçımın düz halını çox bəyənirəm bu arada. Bitti. Yəni hər tərəfi yığışdırmışam. İndi bir dənə toz saranlayacağım. Ona qədər də Adel orada yəqin ki oynayacaq. Adelin başı qarışmışam. Bir çayı hak etdim. Hər yer təmizlədim. Mis gibi oldu. Albeni də çox sevirəm deyə bu belə pletkasını alıb. Bunu da çox bəyənirəm. Qəşəngdir dadı. Adel xanım südünü içir və yatmağa gedir. Sağollaşma mərasimidir. Hər gün o yatanda mən onun üçün çox darıxıram. Amma yatmalıdır, böyüməlidir. Böyüyəndə qızım böyüyəcək, maması ilə bərabər oturacaq, televizora baxacaq, maması ilə söhbət eləyəcək, biraz da böyüsün, yatsın, südün içsin, böyüsün. Ağıllı balam. Elə
Səni sevirəm. Bu arada qızlar, bilmirəm yolkamı belə görmüşdünüzmü? Bunun üstünə Səbuy özü düzəldib, televizorun üstün. Yolkam da belədir. Sadəcə qızılı və gümüşü qoydum. Başına da ulduz. Daha sadə görünməyini istədim. Yastıqlarım da çox şirindir. Temudan almışdım bunları. Çox xoşuma gəlir. Orada da gördüyünüz kutular bilirsiniz nədir? Keçən bunları mən almışdım. Adiş balacaydı, yeyə bilmirdi. Kutularını saxlamışdım. Belə o qədər gözəl qablaşdırırlar ki, atmağı qıya bilmirəm. Əslində yolkamız xoşuma gəlir. Sadəcə mənə balacadır. Məsələn, jurnalın üstünə qoymuşam ki, Adil üstünə aşırtmasın, ümumiyyətlə dağıtmasın deyə. Amma mənə balaca gəlir yolka. Bu səhv eləmirəmsə 1 metr falandır. Yoxsa 1.50-dir. 1.50 olmaz. 1.20, 1.30 bəlkə də. Belədir. Amma yəni daha hündür istəyirəm. Belə tavana qədər olur və üstünə bantik qoyub belə şey istəyirəm. Elə bir şey istəyirəm. Gələn il mütləq alacağam və bu video bura manifestləyirəm və çəkəcəyik. Və birdən düşünərsiniz ki, mən ac qalmışam və yaxları ikra yedim. Bir şey düzəltməyə vaxtım olmur. Daha çox adətən. Bir də evi təmizlədim. Pişirməyi, yəni o vaxtı gözləyəcək bir vaxtım yoxdur. Amma birazdan Adil yatandan sonra Səbuyə həmişə axşam yemək hazırlayıram. Həm gəlir axşam yeyir, həm də sabah işə aparır. Mənə də rahat olur. Və gəldim ki, keks eləyim və yemək pişirim. Deməli qızlar pişirdim. Çox qəşəng görünür. İndi bunu qoyacağım qabağa. Baxın. Çox qəşəng oldu. Səbuy bu keksi çox sevir. Adel də yeyir deyə arada belə eləyirəm. Bugün də dedim çayla içməyə belə bir şey eləyim. O keksə deyirlər, sakin ol, misafir yox. Şu an eləyəm yəni. Özümüzə pişirdim. Xahiş edirəm. Üzümü qara çıxarma. Bu boyda insan məni izləyir. Bismillah. Düşəcək deyəsən. Çıxdı. Çok güzel oldular. İndi isə buğlama zamanıdır. Soğanımı qovururam. Ondan sonra isə diğer ədvətlər deyəcəm. Bir alkış verelim. Moral olsun. Alkışlamayın lan! Alkışlamayın! İndi isə gəldim. Axşam baxımımı eləyəcəm və günü sonlandıracağıq qızlar. Amma sizə nə göstərəcəm? Mən Temudan belə bir qulaqçıq aldım. İstəyirəm ki, birlikdə yoxlayaq. Əgər alınsa, yəni cilt baxım rutinimizi asmırtıqda eləyə bilərik. Ona görə də bunu əslində Instagramda paylaşmışdım. Amma burada sizinlə yenə də açıram. Deməli, İçindən başına taxmaq üçün 2 dənə belə pufuduq şeyləri çıxır. Bunu telefona taxırlar. Belə bir şey. Burada isə 2 dənə mikrofonu var. Birində dedim kimsə kanalıma qonaq olsa o götürsün. Ona görə də gəlin. Bunu bura taxaq. Deyəsən bu ışıq daha yaxşıdır. Dəyişdim ışığı, bayaq üçün beğenmədim. Bu arada qoşuldu. Burada yaşıl ışıq yanır. Okey, başlayaq. Birinci istəyirəm ki, üzümü yuyaq. Təmiz də normaldır, amma yenə də bir dəfə yuyaq, sonra toniklə silək. Üz yumada istifadə edəcəm. La Roche-Posay'in bu üz yuma gelini. Ay, qoluma qolçaq taxmağı unuttum.
Son olaraq da qızlar Nivea'nın bu növünü alıb Səbuyu mənə o qədər bəyəndim ki, normalda fərqli növdən istifadə etmişdim, amma bu növü var gilasda. İyisi möhtəşəmdir. Özə rəng verməyi var bir dənə. O qədər gözəldir ki, tam üzümə yaraşacağı tonlarda. Baxın necə gözəl rəng verir. Çox bəyənirəm. Çox da gözəl nəmləndirir. Aptekdən alırıq daha çox. Bu qədər. Və qızlar cilt baxımım bitdi. Yeməyim hazırdır. Səbuyu da gəlir yoldadır. Mən artıq videonu burada sonlandırmaq istəyirəm. Plansız bir günümü sizin üçün çəkmək istədim. Ümid edirəm ki, bəyəndiniz. Əgər bəyəndinizsə, bunu yorumda bildirməyi, kanalıma abunə olmağı unutmayın. Sizi çox sevirəm. Başqa videolarda görüşənədək hələlik.